Dəyərli sənətsevərlər, bu günləri Eldəniz Babayevin Sənət Körpüsü adlı sərgisindəyik. Doğrudan da bu sərgi çox məzmununa, həzminə, koloritinə görə çox dəyərli bir sərgidir. Mən deyərdim ki, burada Azərbaycan mədəniyyətinin bir çox sahələri cəmləşmiş bir sərgidir. Burada etnoqrafiya, ədəbiyyat, lirika, ictimai-siyasi şəxslər, tarix, hamısı bir-birinə cəmlənib və təsadüfi deyil ki, bu bir sərgi iki qardaş ölkəni əks elətdirir. Yəni, Azərbaycan və Türkiyə qardaşlığını əks elətdirən tarixi, siyasi və məzmunlu etnoqrafik tablolar. Mən qardaşıma Eldənizə can sağlığı, ona fəaliyyətində uğurlar arzulayıram. Çox gözəl sərgidir, dəyərlidir və mən deyərdim ki, belə sərgilərin keçirilməsi Azərbaycan mədəniyyətini, tarixini, etnoqrafiyasını dünyaya əks elətdirir.